Professor Rüstəm Əliyev Harvard Universitetinin fəxri doktoru seçilən şərqşünas alimdir. Sizin üçün Məhəmməd Hüseyn Şəhriyarın əsərinin bir bəndini söyləmək istəyirəm. Sən təhvil alırsan, məni qardaş da sanırsan, minlər yad içində məni görcək də tanırsan, qəlbimdə, dilimdə nə sözüm varsa qanırsan. Rüstəm, Bakıdan söylə mənə can sənə qurban, Təbriz sənə layiq nədir, Tehran sənə qurban. Burada adı çəkilən Rüstəm görkəmli şərqşünas Professor Rüstəm Əliyevdir. Rüstəm bəy Məhəmməd Hüseyn Şəhriyar ilə yaxın dost olub. Rüstəm bəy bir dəfə söyləyib ki, böyük iftixar hissi ilə bildirirəm ki, Şəhriyarın mənə ithaf etdiyi Azərbaycan türkçəsi ilə 3 şeiri və fars dilində yazdığı iri həcmli mənzumə mənim həyatımda təltif edildiyim ən böyük orden və medallardır. Rüstəm Əliyevin şərqşünaslıq sahəsində ən geniş tədqiqatları Sədi Şirazinin əsərləri ətrafında olub. O Sədi Şirazinin Gülüstan poemasını rus dilinə tərcümə edib. Lakin bu tərcümə sadəcə əsərin rus dilinə uyğunlaşdırılmasından ibarət değildi. Orada elmi tənqidi mətn, araşdırma və şərhlər də yer alırdı. Daha sonra başda Firdovsinin Şahnaməsi olmaqla bir sıra digər fars dilli nümunələr üzərində işlər aparan Professor Rüstəm Əliyevin adı dünyada da populyarlaşır. Onu Amerika Birləşmiş Ştatlarına dəvət edirlər. Rüstəm bəy 5 ay müddətində Amerika Birləşmiş Ştatlarının 8 universitetində İran ədəbiyyatı və mədəniyyətinə dair mühazirələr oxuyub. Elə bunun sayəsində Rüstəm Əliyevə Harvard Universitetinin fəxri doktoru adı verilib.